Dostlar, deməli bugün hardayıq? Nəbatət bağındayıq. Şuna şeylər bulaşdı. Yəni 2 manat verməklə gəlib burada bu bağın füsunkarlığından həzz ala bilərsiniz. Videolar daha keyfiyyətli olsun deyə mənə dəstək olmaq istəsəz, Coffee Al web saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Dostlar, deməli bugün hardayıq? Nəbatət bağındayıq. Bugün gəlmişdik buranı gəzməyə, kəşf eləməyə və istədik ki, sizin üçün də bu gözəlliyi təqdim edək. Həqiqətən də unikal bir mənzərəsi var buranın, maraqlı görüntüsü var. Həm körpüdə olsun, həm digər bağlı oranjeyalarda olsun, həmçinin belə qeyri-adi bitkilərin olduğu yerlərdə olsun, maraqlı görüntülər var. Nəbatət bağı bildiyinizə görə 1930-cu ildə qurulmağa başlayıb. Belə bir maraqlı məlumatlar verim. O vaxtı burada iri neft yataqları olub, bitkilərdən belə deyək, təsir əlamət olmayıb. Sonra çox böyük ərazini əhatə elədiyi üçün, həmçinin burada yaşıllığın olması üçün bir neçə alimlərimiz, ziyalı şəxslərimiz 60-67-ci illərə doğru müəyyən təkidlərdən sonra bura yeni ağac növləri, bitki növləri gətirilməyə başlayıb və Nəbatət bağının, botanika bağının təməli qoyulmağa başlayıb. Buraları çək zəhmət olmasa. Ötən il isə bu ərazilərdə müxtəlif atraksiyonlar qurulub, hal-hazırda və bizim oturduğumuz belə maraqlı bir güşədir. Düzdür, tam da nə olduğu bilinmir. Deməli, ötən il bura 116 növdə yeni bitki gətirilib və bitkilərin sayı 150 min il səhv eləmirəmsə, indi məlumat yadımdan çıxdı. 200 minə yaxın bitki növü var hal-hazırda, amma ötən il əsaslı təmirdən əvvəl burada cəmi 15 min növdə bitki var imiş. Bu da çox böyük rəqəmlərdir. Belə düzdür, cəfəridir, nanədir, nədir bu gətirib əkiblər, amma Türkiyədən, İtaliyadan daha çox bitkilər gətirilib. Qeyd etdiyimiz kimi oranjereyalar, daha sonra burada istixanalar da var. Həmçinin ərazidə bağbanların, yəni bu ağacların qulluğa ehtiyacı var hər halda. Onların qulluğu ilə məşğul olan şəxslərin, bağbanların öz evləri də məhz bu Nəbatət bağının içərisindədir. Amma hazırda, yəni ötən ilki əsaslı təmirdən sonra burada nələr yerləşir, onlar demək istəyirəm. Bitki ekologiyası, dekorativ bitkilərin seleksiyası, qida və dərman bitkilərinin biokimyası, oduncaqlı bitkilər, tropik və subtropik bitkilər laboratoriyaları var. Həmçinin strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması, bioloji kolleksiyalar, bağçılıq və landşaft quruculuğu, təchizat və xidmət şöbələri də fəaliyyət göstərir. Sonda onu deyək ki, giriş cəmi 2 manatdır, böyüklər üçün 2 manat, balacalar üçün 1 manat, yoxsa pulsuz idi, onu yadımdan çıxardım. Yəni 2 manat verməklə gəlib burada bu bağın füsunkarlığından həzz ala bilərsiniz. Belə, vlogu bəyəndinizsə aşağıdan like tuşuna basmağı, abunə olmağı unutmayın. Daha yaxşı vloqlar gələcək, ölkənin müxtəlif yerlərindən, həmçinin xaricdən çəkilişlər olacaq ümid eləyirəm. Ona görə abunə olmağı unutmayın. Sağ olun.